Əsnay və Səmanın köpük fəlakəti. Müəllif Səbinə Dəniz. Bir gün bağçada müəllim dedi: "Uşaqlar, bu gün əllərimizi özümüz yuyacağıq." Səma dedi: "Mən köpüyü çox sevirəm." Əsnay dedi: "Mən də, amma az xaxa." Amma Səma az yerinə çox sıxdı. Şap! Sabun daşdı, köpük çıxdı, daha çox köpük çıxdı. Əlüzyan dedi: "Dayanın hey!" Səma güldü: "Əsnay, biz köpük fabriki açdıq." Köpüklər yerə düşdü, ayaqlar da sürüşdü. Musa kimi sürüşdülər. Viu! Əsnay yerə oturdu və güldü: "Biz balıq olduq." Səma dedi: "Yox, biz başdan ayağa köpük olduq." Müəllim gəldi, biraz təəccübləndi. Sonra özü də güldü. "Uşaqlar, sabun az sıxılar." Əsnay və Səma başlarını yellədilər. Oldu. O gündən sonra onlar sabunu az sıxdılar. Amma o köpüklü günü heç vaxt unutmadılar.